4A tapşırığı dil qaydasına motivasiya xarakteri daşıyır. Yazılıb ki, nöqtələrin yerinə uyğun sözlər artıraraq cümlələri genişləndirin. Artırdığınız sözlərə sual verin. Burada adını çəkmədən sözləri tamamlıq vəzifəsində işlətməyimizi tələb edir. O tamaşa edirdi. Nəyə? O dənizə tamaşa edirdi. Burada dənizə sözü tamamlıq vəzifəsindədir. Qardaşım örtdü. Nəyi? Qardaşım qapını örtdü. Burada qapını sözü tamamlıq vəzifəsindədir. Mən əməl etdim. Nəyə? Mən tapşırığa əməl etdim. Tapşırığa sözü tamamlıq vəzifəsini daşıyır. Ovçu nöqtələr ilə meşəyə gedirdi. Ovçu nə ilə meşəyə gedirdi? Ovçu ov iti ilə meşəyə gedirdi. Ov iti ilə cümlə üzvünə görə tamamlıq olur. Uşaqlar bu nöqtələr haqqında çox eşitmişdilər. Uşaqlar kim haqqında çox eşitmişdilər? Bu müəllif haqqında. Bu da cümlə üzvünə görə tamamlıq olur. Deməli, burada tamamlığın cümlədə rolu, dil qaydası verilib, tamamlığın sualları verilib, tamamlıq kimə, nəyə, kimi, nəyi, haranı, nə, kimdə, nədə, kimdən, nədən, kim ilə, nə ilə, kim üçün, nə haqqında, nə barəsində bu suallara cavab verir. İndi isə B tapşırığına baxaq. Cümlələrdəki tamamlıqları seçin və ismin hansı halında olduğunu müəyyən edin. Biz internetdən səmərəli istifadə etməliyik. İstifadə etməliyik xəbər, biz mübtəda, biz necə istifadə etməliyik səmərəli, tərzə hərəkət zərfliyi, biz nədən səmərəli istifadə etməliyik internetdən. Nədən sualına cavab verən söz cümlədə tamamlıq vəzifəsini daşıyır. İnternetdən tamamlıq olur. Şah İsmayıl Sultan Səlimin məktublarına cavab verdi. Şah İsmayıl cavab verdi. Nəyə? Sultan Səlimin məktublarına. Bu ismi birləşmə isə nəyə sualına cavab verərək tamamlıq vəzifəsini yerinə yetirir. O sakitcə işığı yandırdı. O sakitcə nəyi yandırdı? İşığı. İşığı sözü tamamlıq olacaq. Sualın cavabı vərəqdə yazılmışdı. Sualın cavabı nədə yazılmışdı? Vərəqdə. Vərəqdə tamamlıq olacaq. Leyla gülü dərdi. Leyla nəyi dərdi? Gülü sözü tamamlıq vəzifəsində olacaq. Aşağıdakı dil qaydasında isə tamamlığın ifadə vasitələri verilib. Burada tamamlığın məsdərlə, yəni feillə, isimlə, sifətlə, həmçinin ismi birləşmə ilə ifadə olunduğu qeyd olunub. Həm də tamamlıqlar isimləşmiş sifətlə, sayla da ifadə oluna bilir. C tapşırığına baxaq. Tamamlıqları göstərin və ifadə vasitəsini müəyyənləşdirin. 7 3-ə bölünmür. 7 nəyə bölünmür? Burada 3-ə sayı isimləşərək tamamlıq vəzifəsində işlənib. Biz qocalara hörmət etməliyik. Biz kimə hörmət etməliyik? Qoca sifəti isimləşərək tamamlıq vəzifəsini icra edir. Babam dəniz quldurlarından tez-tez bəhs edərdi. Babam kimdən tez-tez bəhs edərdi? Dəniz quldurlarından ismi birləşməsi tamamlıq olacaq. Meşələri yanğından qorumalıyıq. Bu cümlədə isə 2 tamamlıq var. Nəyi qorumalıyıq? Meşələri. Meşələri nədən qorumalıyıq? Yanğından. Bu 2 isim, ikisi də cümlədə tamamlıq vəzifəsində olacaq. Sərkərdələr hər zaman əsgərin rəşadətinə arxalanıblar. Sərkərdələr hər zaman nəyə arxalanıblar? Əsgərin rəşadətinə. Bu ismi birləşmə tamamlıq vəzifəsində olacaq. Uşaqlar, xatırladım ki, tamamlığın şərti işarəsi qırıq-qırıq xətlərdir. Qırıq-qırıq xətlə ifadə olunur.